isə bu videodakı mövzumuz 5-ci sinif ingilis dili kiçik summativ qiymətləndirmə 6. On Monday we have 5 subjects: maths, literature, art, English and deməli bazar ertəsi bizim 5 fənnimiz olur: riyaziyyat, ədəbiyyat, incəsənət və ya rəsm, İngilis dili və coğrafiya. Picture şəkil deməkdir. Globe, globus, project, layihə, classroom, sinif otağı uyğun deyil. Düzgün variantı seçin. We learn numbers. Deyir, biz rəqəmləri öyrənirik riyaziyyat dərsində. Düzgün variant. He plays. Olmaz, 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 olmaz. Sarah doesn't go. She has lunch at home. Bəli, at olacaq söz önü. At home. In olmaz. What do you do in the morning? At the morning olmaz. They mübtəda, play, xəbər, voleybol tamamlıq. Deməli, they play volleyball. Yenə tamamlıq with their friends on weekend zaman zərfi. They 1-4, 2, 1-4, 2. Ve 3, 6, 5. I listen to music. Aha, düzgün deyir, sözü seç. Musiqi dinləmək listen to musicdir. Buna baxmaq isə watch movie olmalıydı. I have breakfast with my parents at home. Valideynlərimlə evdə yeyirəm, yəni. Burada güya məntiq testidir. Düzgün feilin altına xətt çəkin. Lisa studies. Mübtəda təkrar feilə biz s artırıq. Ona görə bu variantdır. She doesn't olmalıydı. Doesn't like. Does and read. Does olanda artıq biz read seçirik. S olmaz. Deyir, mətni oxu və suallara cavab ver. There are many subjects in school and each one teaches something different. Deyir ki, məktəbdə müxtəlif fənlər var və hər biri müxtəlif şeylər öyrədir. Math helps students solve problems with numbers. Riyaziyyat şagirdlərə rəqəmlərlə bağlı olan məsələləri həll etməyə kömək edir. Science teaches about the world, nature and experiments. Deməli, elm, yəni bu həyat bilgisi ola bilər. Science onlarda belə bir fən var, amma bizdə science, həyat bilgisi gedir, kimya gedir. Deyir ki, science bizə dünya, təbiət və təcrübələr haqqında öyrədir. History is about past events and important people. Tarix, keçmiş hadisələr və vacib şəxslər haqqındadır. Geography explains maps, countries and the environment. Coğrafiya xəritələri, ölkələri və ətraf mühiti izah edir. English improves reading, writing and speaking skills. İngilis dili oxu, yazı və danışıq bacarıqlarını inkişaf etdirir. Art is for drawing and creativity, while music helps students learn instruments and songs. Təsvir incəsənət fənni çizməyi, rəsm, şəkil çəkməyi, yaradıcılığı öyrədir. Musiqi isə uşaqlara, tələbələrə musiqi alətlərini və mahnıları öyrədir. Physical education keeps students active and strong. Deməli, kimyəvi, fiziki tərbiyə şagirdləri aktiv edir, fəal edir və gücləndirir. Every subject is important for learning and future success. Hər bir fən öyrənmək üçün və gələcək uğurlar üçün çox mühümdür. Which subject helps students solve mathematical problems? Deyir ki, uşaqlara riyazi məsələləri həll etməyə kömək edən fən hansıdır? Math.
What do students learn in geography? Uşaqlar coğrafiya fənnində nə öyrənir? Cooking recipes, yemək reseptləri, xeyir. Countries and maps, yes. Ölkələr və xəritələr. Musical notes, musiqi qeyləri, xeyir. Sports rules, idman qaydaları, xeyir. Which subject teaches about past events and important people? Deyir, hansı fən keçmiş hadisələr və vacib şəxsiyyətlər haqqında öyrədir? Science deyil, math deyil, history tarixdir və physical education da deyil. What is the main focus of physical education? Fiziki tərbiyənin əsas fokuslandığı mövzu nədir? Drawing pictures, şəkil çəkmək, xeyir. Writing stories, xeyir. Hekayələr yazmaq da deyil. Solving equations, tənlikləri həll etmək. Equations tənlik deməkdir. Physical activities, fiziki fəaliyyətlər, bəli. Deməli, düzgün cavab D variantı. Bu videoluk bu qədər. Sağ olun.